Salam, bu videoda bir Bankstar kartı ilə bağlı məlumatlar paylaşacağam. Bu kartdan istifadə edirsinizsə və ya istifadə etməyi düşünürsünüzsə, bu məlumatlar sizin üçün vacibdir. Bu səhifənin linkini videonun aşağısında yerləşdirəcəm. Əgər sifariş vermək istəsəniz, linkə daxil olduqdan sonra açılan pəncərədə mobil operatora seçirsiniz, məsələn 50. Daha sonra nömrənizin 7 rəqəmini daxil edib pulsuz sifariş et düyməsini sıxmaqla növbəti pəncərədə tələb olunan məlumatları daxil edib sifariş edirsiniz. Bu videomuz sifarişlə bağlı deyil. Sadəcə bəzi məlumatları sizlərlə bölüşəcəm. İlk öncə qeyd edim ki, bir Bankstar kartı bir bank taksit kartından fərqlidir. Çünki bu kartda taksit funksiyası yoxdur. Yəni çətin hesablamalar yoxdur. İllik faiz dərəcəsi yoxdur. Alış-verişdə komissiya yoxdur. 30.000 manatadək kredit xətti var. QR ödənişlərində 2 qat ƏDV qazanmaqda mümkündür. Yalnız xərclədiyiniz məbləği geri ödəyirsiniz. İndi bunu nümunələrlə daha ətraflı izah edeyim. Kartda sizə verilən məbləği ödənişlər üzrə, köçürmələr üzrə və nağdlaşdırmalar üzrə istifadə edə bilərsiniz. Lakin ödənişlərdə komissiya tətbiq olunmur. Alış-veriş zamanı nə qədər məbləğ xərcləsəniz, həmin ayın sonuna kimi həmin məbləği də karta geri qaytarırsınız. Lakin köçürmələrdə və nağdlaşdırmada 1% xidmət haqqısı var. Növbəti misallarımıza indi onu ətraflı izah edəcəm. Məsələn, yalnız xərclədiyiniz məbləği geri ödəyin. İstifadə etdiyiniz məbləği ayın sonuna dək qaytardıqda əlavə üstünə ödəməyəcəksiniz. Yəni xərclədiyiniz 350 manat məbləği tutaq ki, may ayında istifadə etmisiniz. Həmin ayın 31-nə kimi qaytarsanız əlavə üstünə ödəməyəcəksiniz. Borc növbəti aya keçərsə əgər, o zaman 10 manat aylıq istifadə haqqı hesablanacaq. Və ya, burada qeyd olunub və ya sadəcə aylıq istifadə haqqını ödəmək. Yəni xərclədiyiniz məbləği daha sonra qaytarmaq istəsəniz, növbəti ayın 1-dən 10-nadək hər 500 manat üçün 10 manat aylıq istifadə haqqı ödəməyiniz kifayətdir. Aşağıdakı digər misallara baxaq. Nümunələr. Məsələn, aylıq istifadə haqqının ödənilməsi. Deyək ki, sentyabrda kredit xəttindən alış-verişdə 430 manat istifadə etmisiniz. Məsələn, tutaq ki, sizin kartınıza 500 manat pul verilib, həmin 500 manatın 430 manatını istifadə etmisiniz. Sentyabr ayında. Xərclədiyiniz məbləği sentyabrın sonuna qədər deyil, daha sonra geri ödəmək istəyirsinizsə, bunun üçün 10 manat aylıq istifadə haqqı ödəməyiniz kifayətdir. Deməli dostlar, burada qeyd olunub. Sentyabrın üçün 430 manat istifadə etmisiniz və sentyabrın axırına o məbləği karta geri qaytarmalısınız. Amma iş elə oldu ki, qaytara bilmədiniz və bunu oktyabrın 1-dən 10-na kimi 10 manatını ödəməlisiniz ki, 430-u oktyabrın axırına kimi uzadasınız. Sentyabrın axırı imkan olmadı, oktyabrın axırına imkan olacaq və ona görə heç olmasa oktyabrın 1-dən 10-na kimi 10 manat ödəməlisiniz. Ona görə 440 oldu, onu ödəyən kimi yenə borcunuz 430 oldu, həmən 430. Yəni ki, 500 manata kimi olan məbləğə, daha doğrusu hər 500 manata kimi olan məbləğə bir ay möhlət qazanmaq üçün ayın 1-dən 10-na kimi 10 manat ödəyirsiniz. Və oktyabrın axırında yerinə qoymalısınız. Və iş elə oldu ki, yenə oktyabrın axırına pulu geri qaytara bilmədiniz. Bu zaman noyabrın 1-dən 10-na kimi 10 manat ödəyirsiniz ki, noyabrın axırına geri qaytarasınız. Və nəhayət noyabrın 21-də artıq 430 manatı geri qaytardınız. Deməli, siz sentyabrın içində istifadə etdiyiniz pulu noyabrın axırına kimi möhlət qazanmaq üçün hər aya görə əlavə 10 manat xidmət haqqı ödəyirsiniz. Yəni bu gecikmə deyil, sadəcə olaraq 1 manatdan 500 manata kimi olan məbləğə görə hər ay üçün 10 manat xidmət haqqı ödəyirsiniz. Digər nümunədə isə borcun tam ödənilməsi qeyd olunub. Burada isə deyək ki, sentyabrda kredit xəttindən alış-verişdə 430 manat istifadə etmisiniz. Xərclədiyiniz məbləği sentyabrın 30-nadək tam şəkildə geri ödəsəniz, əlavə heç bir ödənişiniz olmayacaq. Heç bir ödənişə ehtiyac qalmayacaq. Sentyabrın 3-də götürmüsünüz və sentyabrın 30-da məbləği geri qaytarırsınız. 501 manat istifadə etsəniz əgər, tutaq ki, sizə 1000 manat kredit xətti açılıb, siz onun 501 manatını işlətmişsiniz. Vaxtında geri qaytara bilməyəndə o 1 manata görə də əlavə 10 manat verməlisiniz. Bu dəfə 20 manat olur. Yenə də nəyisə başa düşməsəniz, rəylər bölümündə soruşun, cavablamağa çalışacağam. Hansı çatdırılma üsulları var? Ünvana çatdırmaq Bakı, Abşeron və Sumqayıtda yaşayanlar üçündür. Qeyd olunub, Bakı, Abşeron və Sumqayıt daxildir. Və ikinci üsul filialdan götürmək. Bir qədər aşağıda bilmək faydalıdır bölməsində tez-tez verilən suallar və əlavə məlumatlar var. Əlavə məlumatlardan bir-iki dənəsini nəzərinizə çatdırım. Bir Bankstar kartını istənilən bankdan əmək haqqı və təqaüd olan şəxslər əldə edə bilər. Yəni bir sözlə son iş yerindən ən azı 3 ay stajı olanlar təqaüdçülər daxil deyil. Təqaüdçülər onsuz da onlara staj tələb olunmur. Yəni son iş yerindən 3 ay stajınız varsa, 18 yaşından yuxarısınızsa, əmək haqqınız varsa bu kartı əldə edə bilərsiniz. Tez-tez verilən suallarda kredit xəttindən istifadə etsən üzərinə nə qədər faiz gələcək? Bayaq qeyd etdiyimiz məlumatdır. Bir Bankstar kartının kredit xəttindən istifadə etdiyin məbləği vaxtında geri ödədikdə heç bir illik faiz hesablanmır. Bu bayaq misal gətirmişdik. Burada da qeyd olunub, sentyabrın 1-də 500 manat istifadə etsəniz, sentyabrın 30-na kimi həmən 500 manatı geri qaytarırsınız. Olduğu kimi.
Sentyabrın 30-na kimi pulu geri ödeyə bilməsəniz, oktyabrın 1-dən 10-na kimi həmin 500 manata görə olmadı ödəməlisiniz. Bu sualı toxunmuşduq. Digər sual, kredi xəttindən pul nağdlaşdırsam və ya köçürsəm komissiya nə qədər olacaq? Bunu da bayaq qeyd eləmişdim. Nağdlaşdırma və köçürməyə görə xidmət haqqı 1% təşkil edir. Tutaq ki, kredi xəttindən 500 manat nağdlaşdırma etmisən, nağdlaşdırmaya 1% komissiya hesablandığı üçün ümumi borcun 505 manat təşkil edəcək. 500 manata görə əlavə 5 manat xidmət haqqı verməli olacaqsınız. Hansı halda kartdan karta atarsınızsa, bankomatdan çəkərsinizsə, bu zaman 1% xidmət haqqı tələb olunur. Ümumi borcu bu ayın son təqvim gününədək geri ödəsəniz, 505-i çəkdiyiniz ayın sonuna kimi ödəsəniz, elə 505 kimi ödəyəsiniz. Siz yazıb əlavə heç nə ödəməyə ehtiyac qalmayacaq. Məbləği geri qaytarmaq alınmasa, növbəti ayın 10-nadək sadəcə 20 manat istifadə haqqı ödəməyiniz kifayətdir. Yəni bu 20 manat da ona görədir ki, 10 manatı 500 manata görədir, digər 10 manat da 500-ü 5 manat keçdiyinə görədir. Ona görə artıq 20 manat xidmət haqqı ödəməlisiniz növbəti aya keçərsə. Üçüncü sual, kredi xəttindən istifadə etdiyim məbləğ üzrə güzəşt müddəti varmı? Bu sualın cavabını bayaq qeyd elədim. Deməli, bir vaxt Star kartının kredi xəttindən istifadə etdiyim məbləği ayın sonuna kimi tam şəkildə geri ödəsəm, heç bir xidmət haqqı, heç bir faiz ödəmirəm. Yəni alış-veriş başqa, nağdlaşdırma, kartdan karta atmaq başqa. Alış-verişdə istifadə olunan məbləğ olduğu kimi kartı qaytarırsınız. Həmin ayın sonuna kimi. Nağdlaşdırmada, kartdan karta köçürmədə isə həmin ayın sonuna kimi 1% xidmət haqqı fərqi ilə kartı geri qaytarırsınız. İndi aşağıda başqa bir misal çəkib. Tutaq ki, sentyabrın 1-də kredi xəttindən 400 manat post ödəniş etmisiniz və bu məbləği sentyabrın sonuna kimi geri ödəməmisiniz. Və görürsünüz ödəniş yapılmışdır 400 manat. Ödəməyibsə növbəti aya sadəcə 10 manat ödəniş edirsiniz. Görürsünüz 1-dən 10-na kimi 10 manat istifadə haqqı ödəməyiniz kifayətdir. 400 manatdan alış-veriş eləmisiniz, post ödəniş edib. Tutaq ki, mağazadan hər hansı bir şey almısınız. Bu halda növbəti ayın 1-dən 10-na kimi sadəcə 10 manat ödəməyiniz kifayətdir. Başqa bir misal, tutaq ki, sentyabrın 1-də kredit xəttindən 5000 manat nağdlaşdırmısan, bu əməliyyata görə dərhal 1% komissiya, yəni 50 manat tutulur. Deməli, artıq sizin borcunuz 5050 manat olur. Ayın sonuna da ki, yalnız 4400-ünü geri ödəmisiniz. Orada qalır 650 manat borcunuz. 650 manat borc üçün 1-dən oktyabrın 10-na kimi 20 manat istifadə haqqı əlavə olaraq ödəməlisiniz. 20 manatın səbəbini bildiniz. 500 manata kimi 10 manat, 500 manatdan 1000 manata kimi növbəti 10 manat. Yəni 5000 manat nağdlaşdırma etdiniz, 50 manat nağdlaşdırmaya görə verirsiniz. Hamısını yerinə qoya bilmirsiniz və 650 manat borc qalır. Bu da növbəti ay keçdiyinə görə də 20 manat da 650 manat olduğuna görə verirsiniz. Əgər yenə oktyabrın axırına kimi karta pul qaytara bilməsəniz, bu dəfə də noyabrın 1-dən 10-na kimi, yəni qalan məbləğə görə xidmət haqqı formalaşır, onu ödəyirsiniz. 500-dən aşağı sala bilsəniz 10 manat, 650 olduğu kimi qalsa yenə 20 manat ödəyirsiniz. Deməli dostlar, 4-cü sualımız minimal aylıq ödəniş məbləği necə formalaşır? Bir bank Star kartı üzrə minimal aylıq ödəniş yalnız aylıq istifadə haqqından ibarət ola bilər. Bu sualın cavabını bayaq yuxarıda qeyd etmişdim. Aylıq istifadə haqqı istifadə etdiyiniz məbləğə görə dəyişir. Yəni ki, 1 manatdan 500 manata kimi 10 manatı, 500 manatdan 1000-ə kimi növbəti 10 manat. Yəni 2000 manat məbləğində vəsait istifadə etsəniz, həmin ay karta qoya bilməsəniz, növbəti aya 40 manat əlavə xidmət haqqı ödəyəsiniz. 5-ci sual. Minimal aylıq ödənişləri hansı tarix aralığında etməliyəm? Hər növbəti ayın 1-dən 10-nadək. Ayın 10-u qeyri-iş günündən düşərsə, ödəniş növbəti iş gününədək edə bilərsiniz. Və yaxud da siz ödəniş etsəniz, ödəmə terminallarından ya da kartdan Star kartını açsanız, o növbəti iş günü hesablanır. Aşağıda da misalda da qeyd olunmuşdur. 1-dən 10-na kimi tarixdə ödəniş olunmalıdır. Əgər ayın 10-u qeyri-iş gününə düşərsə, ödənişi növbəti iş günündə edə bilərsiniz. Bu məlumatla da tanış olsanız yaxşı olar. Bir bank Star kartının aylıq ödənişi gün ərzində saat 19:00-na dək ödənildikdə həmin gün ödənilmiş hesab edilir. Sonra belə bir məlumat da var. Bir bank Star kartının kredi xəttindən istifadə edilmiş məbləğ hər ayın son günü saat 23:59-a dək geri ödənildikdə aylıq istifadə haqqı hesablanmır. Yəni sentyabrın 30-u 23:59-a kimi ödəyə bilsəniz, sentyabr ayını ödəmiş olursunuz. Ödənişləri necə edin? Birbank tətbiqində Kapitalbank.az və ya Birbank.az saytlarında, eləcə də Kapital Bankın və ya digər provayderlərin ödəniş terminallarında Birbank Star kartından xərclədiyim məbləği geri qaytara və ya aylıq istifadə haqqını ödəyə bilərsiniz. Adi qaydada karta pul vurduğunuz kimi Birbank Star kartına borcunuzu geri qaytara bilərsiniz. Minimal aylıq ödənişi vaxtında ödəməsəm nə baş verəcək? Aylıq istifadə haqqının ödəniş vaxtı hər ayın 1-dən 10-na ödənməlidir. Qeyd olunan tarixlərdə ödəniş edilmədikdə gecikmə qeydə alınır. Ödəniş bir dəfəyə 10 gündən çox gecikdirilərsə, 11-ci gündə kredit xətti avtomatik bloklanır. Yəni siz oktyabrın 1-dən 10-na kimi ödəməlisiniz və ödəmirsinizsə, kredit xəttiniz bloklanır, müvəqqəti bloklanır.
11-ci gün oktyabrın 11-i deməkdir ölü. 10 gün gecikərsə, yəni birindən 10-na kimi sizin ödəniş vaxtınızdır. Bu gecikmə sayılmır. Ayın 11-i bir gün gecikmə sayılır. Ayın 12-si 2 gün gecikmə sayılır. 11-ci gün artıq oktyabrın 21-i deməkdir. Yəni oktyabrın 21-nə kimi ödəniş etməsəniz həmin 10 manatı. Kredit xətti bloklanır. Borc ödənildikdə isə dərhal blokdan çıxarılır. Amma əgər 3 dəfə 10 gündən çox gecikmə edərsinizsə, bu zaman kredit xəttiniz sıfırlanır. Yəni sizə tutaq ki 5000 manat kredit xətti ayrılmışdı. Siz onu 500 manatını işlətmisiniz. Orada kartda qalan o 4500 nə qalırsa o sıfırlanır. Sizin banka olan borcunuz o 450-yə görə xidmət haqqısı nədirsə ümumilikdə hesablanıb illik 27% dərəcəsi ilə kreditə çevrilir. Müqavilə müddətinin sonunadək aylıq bərabər hissələrə bölünür. Aşağıda da misal çəkmişdir. Növbəti sual, kredit xətti limitindən hansı müddət ərzində istifadə edə bilərəm? Deməli dostlar, kredit xəttinin istifadə müddəti 36 aydır. Baxmayaraq ki, kartın müddəti 5 illikdir, amma onun kredit xətti 36 aydır. 36 ayın sonunda qalıb borc illik 27% dərəcəsi ilə müqavilənin bitmə tarixinə qədər aylıq bərabər hissələrə bölünür. Əgər borcunuz varsa, ona uyğun da aşağıda misal çəkmişdir. Kapital Bankdan taksit kartım və ya nağd kredit kartım varsa, Bank Star kartını əldə edə bilərəm. Bəli, daha əvvəl Kapital Bankın hansı məhsulunu əldə etməyindən asılı olmayaraq Bank Star kartını da əldə edə bilərsiniz. Öz pulumu karta qoysam kartlərində komissiya ödəyəcəmmi? Bununla da bağlı aşağıda qeyd olunmuş məlumat var. İstəsəniz bununla da tanış ola bilərsiniz. Linki videonun aşağısında yerləşdirəcəm. Əlavə 2 məlumatı nəzərinizə çatdırım. Sual yarana bilər ki, tutaq ki, mənə 10.000 manatlıq kart verilib. Mən 10.000-in hamısını nağdlaşdırmaq istəyirəm. Bu zaman 1% komissiya necə tənzimlənir? Komissiya üçün balansınızda qalıq məbləğ olmalıdır mütləq. Yəni 1% komissiyanı nəzərə alıb pulu kartdan çəkməlisiniz. 10.000 manatın 1%-i 100 manat edir. Ona görə də siz 9900 çıxarda bilərsiniz. Digər ikinci məlumat da budur ki, tutaq ki, yenə kartınızda 10.000 manat var, amma siz bu kartdakı pulu istifadə etmirsiniz. Belə olan halda mərkəzləşdirilmiş kredit reyestrinin sisteminə düşürmü bu? Yəni MKR-də görünürmü? Bəli, bu kart taksit kartı olmasa da belə, amma taksit kartı kimi hesabınızda 10.000 manat görünürsə, yəni kartdan istifadə etməsəniz belə, MKR-də adınızda öhdəlik olaraq əks olunur. Yəni gələcəkdə kredit götürmək istədikdə nəzərə alına bilər və bank tərəfindən bağlatdırıla bilər. Videonu faydalı hesab edirsinizsə bəyənməyi və paylaşmağı unutmayın. Şərhlərdə suallarınızı yazın, cavablandırmağa çalışacağam. Təşəkkür edirəm, sağ olun.